Salamlar hər birinizə. Bu günlərə sizlərə bərabərsizliklər mövzusunun 5-ci bölməsi olan modul içərisi daxilində dəyişən olan bərabərsizliklərin suallarını işləyəcək. Birinci sualımıza diqqət yetirək. Deyir ki, bərabərsizliyin ödəyən ən böyük və ən kiçik tam həllələrinin hasilini tapın. Diqqət yetirsək moduldur. Modulda biz baxırıq ki, nəydən ən böyük kiçikdir? 12-dən, 12-dən, 15-dən. Deməli, mənfi 12 qoysaq da, 12 də qoysaq, 12 eləyəcək. Elə bu ifadənin də ən böyüsü 12 eləyir. Ən kiçiyi də mənfi 12 və hasil də nə eləyəcək? Mənfi 144. İkinci sualımıza baxaq. İkinci sualımızda modul bərabərsizliyi belədir ki, ümumiyyətlə x plus 3 böyüdür. Bir dəfə, yəni müsbətdən böyük və yaxud da kiçik olsa bir dəfə olduğu kimi, bir dəfə də işarə dəyişəcək əksinə. Birinci həlində x böyüdür, mənfi 2-dən olur, 1-dən 3 çıxılır. Digərində isə x kiçikdir, mənfi 1-dən 3 çıxılanda mənfi 4 olur. Deməli, olacaq mənfi 2-dən böyük, mənfi 2 müsbət sonsuzluq, bu da mənfi sonsuzluq, mənfi 4. Bu da uyğun olacaq E variantı. Üçüncü sual da eyni qaydana x çıxılsın 3 kiçikdir 4-dən. Deməli, x çıxılsın 3 böyüdür mənfi 4-dən. Bunu həll elədi. X kiçikdir 7-dən, x böyüdür mənfi 1-dən. Deyir, bərabərsizliyin ən böyük tam həllini tapın. 7 ilə mənfi 1 arasında oldu. Ən böyük tam həlli olacaq 6. Deməli, dördüncü sualda deyir, ən böyük və ən kiçik tam həllərinin cəmi. İndi, burada ən böyük tam həlli 11 olacaq. Ən kiçik tam həlli də mənfi 11 olacaq və cəmi nə eləyəcək? Cəmi olacaq 0, yəni D variantı. 5-ci sual eyni qayda ilədir. 6-cı sualda modul bərabərsizliyi mənfidən heç vaxt kiçik ola bilməz. Modul, yəni ki, heç vaxt mənfidən kiçik olmaz. Ona görə həll yoxdur, yəni ki, C variantı. 7-ci sualda eyni qayda ilə E variantı. 8-ci sualda, baxın, mənfidən kiçik olarsa boş çoxluq olur. Mənfidən böyük olarsa mənfi sonsuzluq, müsbət sonsuzluq. Yəni, B variantı olur. 9-cu sualda elə mənfi sonsuzluq, müsbət sonsuzluq D variantı olacaq. Deməli, 10-cu sualımıza baxaq. 10-cu sualımızda belədir ki, 2x çıxılsın 1, bir dəfə böyük olur x plus 4-dən və deməli, 2x çıxılsın 1, kiçik olur mənfi x çıxılsın 4-dən. İndi, 2x-dan x çıxırıq, olur x böyüdür 5-dən. 1 keçir o üst tərəfə toplanılır. Və digər tərəfdən də burada həll eləyəndə olur 3x, x o üst tərəfə keçəndə toplanır. Kiçikdir. Deməli, mənfi 4 üstə gəl 1. Bu da eləyir mənfi 3. X də kiçik olur mənfi 1-dən. Bu da deməli olacaq A variantı. 11-ci sual. 11-ci sualda deyir ki, bərabərsizliyi ödəməyən. Ödəməyən nə deməkdir? Yəni ki, bunun əksi olsun. Yəni, x plus 3 kiçikdir 2-dən. Olur x plus 3 kiçikdir 2-dən, x plus 3 böyüdür mənfi 2-dən. Buna həll elədi x kiçikdir mənfi 1-dən, buna həll elədi x kiçikdir, x böyüdür mənfi 5-dən. Olur mənfi 5 və mənfi 1 arası. Olur nə? Mənfi 4, mənfi 3, mənfi 2. Bu da olur 3 dənə. Yəni ki, E variantı. 12-ci sual da eyni qayda ilədir. 13-cü suala baxaq. 13-cü sualda x kvadratını modul x-in kvadratı yazma olaraq çıxılsın 4 modul x çıxılsın 5 böyüdür 0 və t əvəzilə t kvadratı minus 4t çıxılsın 5 böyüdür 0. Köklərimiz olur 5 və mənfi 1. Böyüdür olanda kənarlar olur. Yəni mənfi sonsuzluq, mənfi 1, birləşmə 5, müsbət sonsuzluq. Və biz modul x-i t ilə əvəz elədiyimizə görə mənfi 1-ə bərabər ola bilməz. Yəni, bu hissə olmur. Olur, deməli, 5 müsbət sonsuzluq bu hissəsi və burada modul t-miz modul x-ilə əvəz olunduğuna görə bunun yəni ki, mənfi sonsuzluqdan mənfi 5-ə kimi hissəsi də ödənəcək. Qiymət qoyub da yəni ki, yoxlaya bilərsiniz ki, həqiqətən də məsələn, mənfi 6-nı qoyanda 36 çıxılsın 24, eləyir 12, 12-dən 5 çıxanda 7. Yəni, uyğun gəlir. Olur, doğru cavabımız A variantı.
Və yaxud da siz bunu x-i sıfırdan böyük şərti daxilində də moduldan çıxardıb həll eləsəz də eyni qayda ilə olacaqdır. Məsələn, 14-cü sualı elə eləyək. Olur, deməli, x kvadratı plus 3x minus 4 kiçikdir, bərabər sıfırdan və x buradan sıfırdır, sıfırdan böyük olanda belə çıxır da. Köklərimiz olur nə? Mənfi 4 və 1. Kiçikdir olanda nə olur? Arası olur da. Yəni ki, mənfi 4 və 1 arası. Və x sıfırdan böyükdür. Yəni, bunu ödəməlidir. Ona görə bunun cavabı nə olur? Bunun cavabı olur 0, 1. İndi x sıfırdan kiçik olan halına baxar. X kvadratı mənfi kimi çıxacaq. Mənfi 3x çıx 4 kiçik bərabər 0. 4 və mənfi 1. Kiçikdir olanda nə olacaq? Mənfi 1 və 4. İndi x sıfırdan kiçikdir deyə. Deməli, olacaq nə? Mənfi 1 və 0. İndi bu ifadələrdə deməli, onunla əlavə olaraq da, yəni, belə deyək ki, x sıfırdan kiçik olanda da, bərabər olanda da, yəni ödənilir. Bunların hər birinin, yəni ki, sıfırı qoyanda görürsünüz, mənfi 4 sıfırdan kiçik olur. Yəni, sıfırı götürmək olar, burada da həmçinin. İndi bunları birləşdirəndə olur mənfi 1-dən 1-ə kimi. Bu da uyğun gəlir B variantına. 15-ci suala baxaq. 15-ci sualda, deməli, modulla x çıxılsın 4 kiçikdir, bərabərdir. Bu keçir bu üst tərəfə, daha doğrusu mənfi 2x olur. 2 plus 2x. Olduğu kimi x çıxılsın 4 kiçikdir, bərabərdir. 2 plus 2x və x çıxılsın 4 böyükdür, bərabərdir. Bunun əksinə mənfi 2 çıxılsın 2x. Birinciyi həll edirik. X keçir o üst tərəfə, 2x-dan çıxılanda x böyükdür, bərabərdir. Bu 2 keçir bu üst tərəfə olur mənfi 2 olur, mənfi 6. Bu da keçəndə olur 3x böyükdür, bərabərdir. Mənfi 2 üstəgəl 4. Bu da nə eləyir? 2. Deməli, x bərabər olur 3-də 2-dən. Bizə də ki, bərabərsizliyin ən kiçik tam həllini tap. Ondan əlavə olaraq da qeyd edirik ki, 2 plus 2x böyük olmalıdır 0-dan. Çünki modul heç bir zaman mənfidən kiçik olmur. 2-yə böləndə x plus 1 böyükdür 0-dan, x də böyükdür mənfi 1-dən. İndi mənfi 1-dən böyükdür, olacaq mənfi 1-dən. Deməli, hər ikisini ödəyən, yəni 3-də 2-dən böyük dediyinə görə 3-də 2-dən müsbət sonsuzluğa, 3-də 2-ni də alacaq. 3-də 2-dən müsbət sonsuzluğa. Bizə deyir ki, ən kiçik tam həlli. Bu ifadənin də ən kiçik tam həlli olacaq 1. Modul bərabərsizliyi də ümumiyyətlə, yəni ki, bunu, yəni ən rahatı x çıxılsın 4-ü müsbət götürün, x çıxılsın 4-ü mənfi götürün, bunu həll eləmək olar. Deməli, 16-cı suala diqqət edirək, bərabərsizliyini həll edin deyir. Bunların kökləri 5 və deməli mənfi 3-dür. Olacaq, deməli, modulda x çıxılsın 5, x üstəgəl 3 kiçikdir, modulda x çıxılsın 5. Bunu ayrı-ayrı modullarda yaza bilərik. Modulda x çıxılsın 5, vurulsun modulda x plus 3. Və bu çıxılsın, modulda x çıxılsın 5, kiçikdir 0. Bu üst tərəfə keçirdik. Orta vuruq kimi modulda x çıxılsın 5-i çıxartdıq. Qaldı modulda x plus 3 çıxılsın 1. Bunu tam çıxartdığımıza görə yerində 1 qalır. Kiçikdir 0-dan. İndi bu ifadə hər zaman nədir? Müsbətdir. Modul hər zaman müsbətdir. Sadəcə 5-dən fərqli olmalıdır. X fərqli olmalıdır 5-dən. Çünki 5 olanda 0-a bərabər olur. Onda yazırıq x plus 3 çıxılsın 1 kiçikdir 0-dan. Modula x plus 3 kiçikdir 1-dən. Bunu da yazırıq x plus 3 kiçikdir 1-dən. X plus 3 böyükdür mənfi 1-dən. Bu da kiçikdir olduğuna görə sistem olur. Olur, deməli x kiçikdir mənfi 2-dən. X də böyükdür mənfi 4-dən. Olur mənfi 4, mənfi 2. Bu da olur C variantı. 17-ci sualda eyni qayda ilə 18-ci suala baxaq. Bərabərsi neçə tam həlli var? Deməli, bunu belə yazmaq olar ki, x çıxılsın 7 böyükdür 5-dən, x çıxılsın 7 kiçikdir 8-dən. Biz indi bayaqlarda, birinci misallarda deyik ki, ümumiyyətlə bu bərabərsi demək üçün mənfi 8 məsələ üçün desək,
və yaxud da -7. Bunun ödəyəcək, yəni modul D ödəyəcək. Ona görə də deməli, bunların ikisini həll eləsək, deməli, x çıxılsın 7 böyüdür 5-dən, x çıxılsın 7 kiçikdir -5-dən. Bunun heyəti olur. İndi x böyük olur 12-dən, 7 keçir o tərəfə, toplanır 5-dən. Burada da x kiçikdir 7 gedir o tərəfə, -5 tərəfə, olur -5 plus 7. Bu deyilir 2. İndi olur mənfi sonsuzluq 2 birləşmə 12 müsbət sonsuzluq. İndi bunların ikisində onsuzlar ödəməlidir. Birincinin bərabərsizliyin cavabı bu oldu. İkincinin də x çıxılsın 7 böyüdür 5-dən. Kiçikdir 8-dən. Kiçikdir 8-dən, x çıxılsın 7 böyüdür -8-dən. X kiçikdir 15-dən, x böyüdür -1-dən. -1-dən 15-ə kimi. İndi yazırıq. 2, 12. 12-dən müsbət sonsuzluğa, burada mənfi sonsuzluqdan 2-yə kimi. Bir də -1, 15. İndi olur -1, 2 birləşmə 12, 15. İndi bərabərsizliyin neçə tam həlli var? Bu arasında olan -1 ilə 2 arasında olan 0-dır, 1-dir. 12 ilə 15 arasında olan 13-dür, 14-dür. Deməli, bu bərabərsizliyi ödəyən, deməli, neçə qiymət oldu? 4 dənə qiymət oldu. Deməli, 19-cu sualda eyni bu qayda ilə olacaq. Burada belə də elə bilərsiniz ki, modulu x çıxılsın 6-nın tam hissələr bizdən deyir də. Ödəyəcək qiymətlər nədir? 5 ola bilər, 6 ola bilər də. Bunlara bərabər eləyib tapmaq. Bu da bir dəfə mənfisi, bir dəfə müsbət qiymət alır deyə. Bu da olacaq 4 dənə qiymət. Burada cəmindir. Həll eləyib cəmini tapacaqsınız. Deməli, x çıxılsın 6 bərabərdir 5, x bərabərdir 11. X çıxılsın 6 bərabərdir -5, x bərabərdir -5 + 6. Bu da 1-dir. Deməli, x çıxılsın 6 bərabərdir 6, x bərabərdir 12, x çıxılsın 6 bərabərdir, deməli, -6. Bu da x bərabərdir 0. Bunların da cəmi 12, 11, 1. Bunların da cəmi eləyir 24. Baxa 20-ci suala. Bu hər zaman müsbətdir. Ona görə x çıxılsın 2 böyüdür 0-dan. X böyüdür 2. Deyir, bərabərsizliyin ən kiçik tam həllini tapın. İndi x 2-dən böyüdür, 3 qiymətini ala bilməz. Çünki məxrəc 0 ola bilməz. Ona görə də bu olacaq nə? 4. 21-ci sualda eyni qayda ilə. 22-ci suala baxaq. Olur köklərimiz 1-lə -5-dir. 1-i ala bilməz, çünki məxrəcimiz 0 ola bilməz. -5 ola bilər, çünki 0-a bərabərlik var. Olur, deməli, -5 və -5-imizi daxil edirik. -5 və 1 daxil olmayacaq. Deyir, tam həllərinin cəmi -15-ə bərabərdir. Tam həllərinin -5, -4, -3, -2, -1. Bunların cəmi -9 və -15. Deməli, bu uyğun gələcək 1-ə A. Sonra tam həllərin sayı burada nə qədər olur? 1, 2, 3, 4, 5 dənə. Və burada 0-ı da daxil edirik də. Yəni 1-ə kimi 0 da var. 6 dənə olacaq. Bu da C variantı. Modul x çıxılsın 5 kiçikdir 2-dən. X çıxılsın 5 kiçikdir 2-dən. X çıxılsın 5 böyüdür -2-dən istimalı. X kiçikdir 7-dən. X böyüdür 3-dən. 3 ilə 7 arasında 4, 5, 6. Bunların cəmi 15 edir. Deməli, 3 dənə oldu. Tam həllərinin sayı oldu 3 dənə. A-nı çıxdıq, B-ni çıxdıq və C-ni çıxdıq. Baxırıq bu 3-cü suala. Diskriminant bərabər olur. 9 çıxılsın 20 mənfi edir. Deməli, həlli yoxdur. Həlli bütün həqiqətlər çoxluğudur. Bu da heç birinə uyğun gəlmir.
23-cü sual da eyni bu qayda ilə həll edəcəksiniz. Deməli, 24-dür, eyni bu qayda ilə bunlar da. 25-ə baxaq. Deməli, A bərabər 0 olduqda həlli 6-dır. A 0-a bərabər olanda modul 0-dan kiçik olmaz. Bir dənə həlli 6 olur. Yəni ki, 1-ə uyğun gəlir A. Sonra, baxaq, A bərabər -6 olduqda həlli yoxdur. Mənfidən kiçik ola bilməz modul. Bəli, bu da uyğun gəlir. A ilə D-ni çıxdıq. X çıxılsın 6 böyüdür 0-dan olsa, bu üçüncüyə uyğun gələcək. Çünki A 0-a bərabər olduğunda modulu həm 0-a bərabər olsa da, həm də ondan yuxarı olsa da, yəni mənfi sonsuz, müsbət sonsuz olur. Bu qaydalara əsasən aiddir. Burada B variantı. A bərabər 0 olduqda həlli A 0-a bərabər olduqda ikinciyə baxın, olur x çıxılsın 6 böyüdür 0-dan. Yəni 0 ola bilməz. 0-a maneçilik törədə nədir? 6-dır. Deməli 6-nı bir dənə götürməyəcək. O da nədir? C variantı. Deməli, E variantı isə heç birinə uyğun gəlməyəcək. 26-cı sual eyni qayda ilə də 27-ci suala baxaq. Kökləri bunun nədir? 2 və 1-dir. Kiçikdir olanda nə olur? Arası. 2-1 arası. Deməli, 2-1 arasıdırsa, bunların həlli nə olacaq? Bir dənə 0 olacaq da. Daha doğrusu 0 yox, 2 ilə 1 arasında tam həll olmur. 2-1 arası dedik axı. Bunun tam həlli olmur. Yəni A variantı. Sonra, burada isə x üstəgəlsin 3-ün möhtəzə kvadratının açışıdır. 0-a bərabər olma halı var. Bizdə bərabərlik göstərir və kvadrat hər zaman 0-dan böyük. Ona görə həllər çoxlu, mənfi müsbət sonsuzluqdur. Yəni C variantı. Sonra, ödəməyə ən kiçik natür ədəd 1-dir. Bu elə birinciyə aiddir. Çünki 1 ilə 2 arasındadır. Bu da getdi. Baxırıq bura. Modul hər zaman müsbətdir. X kvadrat minus 4 kiçikdir 0. X kvadrat minus 4-ün 0-a bərabər olma halı nədir? Müsbət mənfi 2. Deməli, mənfi 2 ilə 2 arasındadır. Və 0 ala bilməz. Bunun da cavabı olur mənfi 2, 0, birləşmə 0, 2. İndi nə olur? Mənfi 1 və 1. Deməli, tam həllərinin sayı nə qədər olur? 2 dənə olur. Ona görə də olur 1-ə AD, 2-yə C və 3-ə də E. B variantı heç birinə uyğun gəlmir. 28-ci suala baxaq. Deməli, bərabərsinin həllər çoxluğu. Aha, diqqət edirək. Buradan belədir ki, x-i 0-dan böyük bərabər götürsük, x kimi çıxacaq. Olacaq x kvadratı plus x böyüdür bərabərdir 0. X kvadratı plus 2x böyüdür bərabərdir 0. X-i çıxarsıq, olur x plus 2 böyüdür bərabərdir 0. Kökü 0-dan mənfi 2 olur. Böyüdür olanda mənfi sonsuzluq mənfi 2 birləşmə 0 müsbət sonsuzluq. Və bizdə deyirik ki, x 0-dan böyük bərabərdir. Deməli, bu hissəni götürməyəcək. Olacaq bir cavabımız bu. 0 müsbət sonsuzluq. Deməli, birincinin cavabı nə olacaq? 0 müsbət sonsuzluq. Və 0-ı da yerinə qoymaq olar. Digər tərəfdən də x-i 0-dan kiçik bərabər götürsük. X kvadratı mənfi x kimi çıxacaq. Plus x böyüdür bərabərdir 0. Olur x kvadratı mənfi x ilə müsbət x islah olur. Böyüdür 0. X kvadratda 0-dan böyük bərabərdir. Yəni mənfi sonsuzluq müsbət sonsuzluqdur bunun cavabı. Amma bu şərt daxilində olacaq nə? Mənfi sonsuzluq 0. İndi bunların ikisini birləşdirsək, deməli həllər çoxluğu mənfi sonsuzluq müsbət sonsuzluq olacaq. Ona görə də biri aid olacaq C. İndi bu böyük bərabər oldu da bu hər zaman 0-dan. 0-dan kiçik bərabər olmayacaq. 0-a bərabər olan qiymət olacaq. 0-dan kiçik olmayacaq. Deməli, onda 0-a bərabər olan qiymət nədir? A-dır. Bu bərabərsinin həllər çoxluğu 0-da başqa istənilən olacaq. 0-a bərabər olma halını görürsünüz götürüb aradan. Ona görə mənfi sonsuz 0, 0 müsbət sonsuz. Yəni B variantı uyğun gələcək. 29-cu sualımıza baxaq. Modul x kvadratı üstəgəl x. Modul x kvadratı elə x kvadratı deməkdir. Plus x kiçikdir 0. X-i çıxardır olur x plus 1.
kiçikdir 0. Köklər 0-dan -1, kiçikdir olanla -1, 0 arası olur. Deməli, bunun cavabı nə oldu? -1 və 0. 30-cu sualda eyni bu qayda ilə həll olunacaq. Baxaq 31-ci suala. 31-ci sualda x böyüdür, bərabərdir 0-dan deyirik və x kiçikdir, bərabərdir 2x çıxılsın x kvadratı. Bunların hamısını keçirdirik sol tərəfə. Olur x kvadratı, çıx 2x olur və bu da müsbət x olur. -x kiçikdir 0. X-i çıxardırıq, x çıxılsın 1. Kiçikdir, bərabərdir 0. Köklər 0-dan 1-dir. Kiçikdir olanda nə olur? Arası 0, 1 arası. Və biz də demişik ki, x 0-dan böyüdür. Bu ödəndi. İndi digər tərəfdən də x kiçikdir, bərabərdir 0-dan olduqda -x olacaq. -x kiçikdir, bərabərdir 2x, kiçikdir x kvadrat. Keçirdirik bu üst tərəfə x kvadratı. Bu 2x çıxılacaq, bu da mənfidir. Bu olacaq -3x, kiçikdir, bərabərdir 0. X-i çıxardanda olacaq x minus 3, kiçikdir, bərabərdir 0. Köklər 0-dan 3-dür. 0, 3. Deməli, 0, 3. Və diqqət etirin, x 0-dan kiçikdir. Və bu intervalda sadəcə bir dənə 0 ödənir. Deməli, onda buradakı halla bir dənə 0 oldu. Buradakı da 0, 1 parçası oldu. Və bunlar birləşdəndə 0, 1 olur. Elə cavabımız 0, 1. Deməli, 32-ci suala diqqət etirək. Bərabər tam həllərin sayını tapın. Deməli, x 0-dan böyük bərabər. İndi olur x kiçikdir, bərabərdir 3x çıxılsın x kvadratı. Bunu keçirdirik. x çıxılsın 3x plus x kvadratı kiçikdir, bərabərdir 0. Olur x kvadratı çıx 2x kiçikdir, bərabərdir 0. X-i çıxardır, x çıx 2 kiçikdir, bərabərdir 0. 0, 2 olur. 0, 2-dir, kiçikdir deyə arası olur. Yəni 0, 2 arası və bu şərti də ödənilir. Yenə də yazırıq. X kiçikdir, bərabərdir 0-dan. Olur -x kiçikdir 3x çıx x kvadrat. X kvadratı çıx 3x çıx x kiçikdir. Deməli, burada 0-a bərabərlik 32 dəqiqə. X 0-dan böyük bərabər. Burada bərabərlik yoxdur. Bərabərliyi silək. Burada 0-dan 2 daxil olmayacaq. Sadə mötərizə. Və burada x 0-dan kiçikdir, bərabər. Kiçikdir 0-dan. Olur x kvadratı minus 4x kiçikdir 0-dan. X-i çıxardırıq. X çıxılsın 4 kiçikdir 0-dan. 0-dan 4 olur. Bu, yəni ki, 0-dan 4, 0-dan kiçik. Bu ödənmədi. Amma burada nə oldu? 0-2. Bizə deyir ki, bərabərsinin tam həllərinin sayı 0-2 arasında tam həllərimiz bizim nə olacaq? 1 olacaq. Bu da sayı olacaq 1. Sonra 33-cü suala baxaq. 33-cü sualda x plus 1 böyüdür. Deməli, bərabərdir 2x plus 5 və x plus 1 kiçikdir, bərabərdir -2x çıx 5. Deməli, x-dən 2x-i 2x-dən x-i çıxanda x, 5-dən də 1-i çıxanda 4. Kiçikdir, bərabərdir 0-dan. X də kiçikdir, bərabərdir -4-dən. Deməli, 2x-i keçirdəndə bu üst tərəfə, orada 3x kiçikdir, bərabərdir -6. X də kiçikdir, bərabərdir -2. Həm -4-dən kiçik, indi burada böyüdür, bərabər. Bərabərsə ən böyük tam həllini tapın deyir. Deməli, bir cavabı oldu bu, bir cavabı da oldu bu. Bunlardan nə olmalı? Birləşməsi də. Deməli, bu da birləşməsi olacaq nə? Mənfi sonsuzluq, -2. Bizə deyir ki, bərabərsinin ən böyük həlli. Ən böyük həlli, burada bərabərlik olduğuna görə 2-ni, yəni ki, -2-ni götürə bilərik. Ona görə də olacaq cavabımız da -2. Eyni qayda ilə də 34-cü sual da həll olunur. Baxaq 35-ci suala. 35-də bu hissədə diskriminant həll edək. 1 üstə gəlsin. Deməli, 8, o da eləyir 9. x1 bərabər olur. -1 üstə gəl 3 bölünsün və yaxud da çıxaq. Çıx 3 bölünsün 4. Bu da eləyir nə? -1. x2 ilə bərabər olur. Deməli, -1 plus 3 böl 4. Bu da eləyir 4-də 2, yəni 2-də 1. Deməli,
oldu modulda x çıxılsın 1, modul x çıxılsın 1 və bu birisinin də vuruqlara ayrılması nə tür olacaq? 2 vurulsun x üstəgəl 1, x çıx 2-də 1. 2 bərabərdir 0. İndi x böyüdür 0 götürsük və yaxud da 0-a bərabər olma halları. 0-a bərabər olma halları bu nədir? Plus minus 1-dir. İntervallara ayırsıq. Deməli, -1, 2-də 1 və 1. İntervallara ayırdıq. -1-dən o üstə -2 qoyanda bura müsbət eləyir. Bura mənfi eləyir. Burada mənfi. Bu da eləyir müsbət. -1-in 2-də 1 arasında 0 qoyasıq. Bura eləyəcək mənfi. Bura eləyəcək müsbət. Bura eləyəcək mənfi. Oldu müsbət. 2-də 1 ilə 1 arasında 0,6 olsa, bura eləyəcək mənfi. Bura eləyəcək müsbət. Bura eləyəcək müsbət. Oldu mənfi. Birdən o tərəfə də qoyanda olacaq nə? Müsbət. Bizə deyir ki, kiçikdir 0-ın həlli. İkisi bərabər 0-ın həlli. İndi burada diqqət yetirək. Olur 2-də 1. 2-də 1-i ala bilər də. 2-də 1, 1. 0-dan kiçik olma halda 2-də 1, 1. 2-də 1 nə deməkdir? 0-dan 10-da 5. Və əlavə olaraq da onu qeyd eləyək ki, 0,5 1-dir və bərabərlik var. Yəni ki, 0-a bərabər olma hallarını götürürük. Birləşmə, -1-i qoyanda burada. Bura 0 alınır da. -1. Birləşmə, -1. Olur cavabımız bu. 36-cı sualda eyni qayda ilə həll olunacaq. 37-yə baxaq. Deyir, bərabərsin həllər çoxlu. Mənfi sonsuzlu 2, 2 müsbət sonsuzlu. Bu nə deməkdir? Bura deməli 2 olub. Və yaxud da belə deyək. Modul x böyüdür 2 olanda x böyüdür 2-dən. Amma bircə dəqiqə. Bizdən o x kiçikdir mənfi 2 alınır axı. Bir dənə ödənməyən burada 2-dir. Yəni 2-ni qoyanda ödənmir. Yəni ödənməmək nə deməkdir? Bunun əksidir. Yəni modulda x çıxılsın 2b çıx 4 kiçikdir bərabərdir a kvadratı minus 10a plus 25. Bu nəyin açışıdır? A çıxılsın 5-in kvadratın açışıdır. Və bu müsbət bir ifadədir. 0-a bərabər olma şərti budur. İndi bir dənə 2 ödənmir. Yəni 2-ni qoyanda şərt bu şəkildə olur. İndi x-in yerinə 2 qoyanda 2 çıxılsın 2b çıx 4 kiçikdir bərabərdir. Bunu elə modulda da yazma olur. Modulda a çıxılsın 5-in kvadratı eyni şey deməkdir. Deyir, olarsa a və b parametrlərinin qiymətlərinin cəmini tapın. Bunu açsıq. Olur 2 çıxılsın 2b üstəgəl 4. Bilir 6 çıxılsın 2b ikisi bərabərdir a çıxılsın 5-in kvadratı. Bunların da bərabərlik halı yazsaq, yəni 6 çıxılsın 2b 0-a bərabər, b 3 olmalıdır. A çıxılsın 5-dən 0-a bərabər olanda a bərabər 5. Deyir, parametrlərin qiymətləri cəmi. Bunların cəmi neçə edir? 8. Deməli, 38-ci suala da baxaq. 38-ci sualımızda deməli, bir dənə 4-dür də, yəni maneçilik törədən 4 qoysuq, ödənməyəcək. Və yazaq, deməli, bu hissə nəyin açışıdır? A çıxılsın 4-ün kvadratı ilə açışıdır. Və yazırıq x çıxılsın 2b çıx 6 böyüdür. Bir dəfə olduğu kimi. Yəni başqa bir yolu da budur ki, a çıxılsın 4-ün kvadratı. X-i buradan tapanda x böyük olur. Bunlar keçir o tərəfə toplanılır. Bunu mötərizədə yazaq. Olur 2b çıxılsın 6 üstə gəlsin a çıx 4-ün kvadratı. Digər tərəfdən də x çıxılsın mötərizədə 2b çıx 6 kiçikdir. Bunun əksi, yəni ki, mənfi a çıxılsın 4-ün kvadratı. Bu da olur x kiçikdir. Bu öz tərəfə keçəndə yenə müsbətləşir. Çıxılsın a çıx 4-ün kvadratı. İndi burada x nə olmalıdır? Ya 4-dən böyük, ya da x 4-dən kiçik. Deməli, bu ifadə 4 olmalıdır da.
Bu ifadə 4 olmalıdır, bu da 4 olmalıdır. Onda yazır 2b çıxısının 6 üstə gəlsin. A çıx 4-ün kvadratı bərabərdir 4. 2b çıxısının 6 çıxısın a çıx 4-ün kvadratı bərabərdir 4. Sistemə aldıq. Bunlar toplayanda bunlar gedir. Olur 4b çıx 12 bərabərdir 8. 4b bərabərdir 20-yə. B bərabərdir 5-ə. B-ni 5 tapdıq. Aparıb yerinə qoymaq da olur və yaxud da bunlar çıxmaq da olur. Çıxanda bunlar gedir. Bunlardan 2 dənə olur. 2 vurulsun. A çıx 4-ün kvadratı bərabərdir 0. Deməli, buranın 0 olmalıdır ki, hasildə 0 etsin. A bərabərdir 4. Deməli, B-ni 5 aldıq. A-nı da 4 aldıq. Bunların cəmi də verəcək 9. Daha sonuncu sualın izahı idi.